Salam əziz və dəyərli izləyicilərim. Baxmayaraq ki, mən çoxlu videolar çəkirəm soda haqqında, sodanı mən özüm nəyə görə içirəm, hansı sodanı içirəm, amma yenə də sual gəlir ki, Məryəm xanım, Kent sodası içsək yaxşıdır, yoxsa adi soda? Göstərin siz hansı sodanı içirsiniz və yaxud doğrudan da mı soda xərçəng xəstəliyinin qarşısını alırmı? İndi mən sizə o haqda çox geniş bir çalışacağım, çox geniş bir izah eləyim və çox xahiş eləyirəm kimisə açmırsa mənim bu videom ki, bilirəm kimləri açmır. Buyura bilərsiniz, blok deyilən bir şey var. Mən sizə məcbur etmirəm. Siz mənim videoma baxırsınız. Siz mənim səhifəmdəsiniz. Mən sizin səhifənizdə deyiləm. Ona görə yaxşı yol sizə. Mənim əzizlərim, mən adi sodanı içirəm. İnanın ki, ömrüm boyu 20-25 ildir ki, mən soda içirəm. Adi soda içirəm, Kent sodası içmirəm. Baxın, bax, adi soda, adi qabda. Bilmirəm, Azərbaycanda da var deyəsən bu sodadan. Baxın, sizdə qırmızı qabdadır, bizdə göy qabdadır. Çox vaxtı göy qabda olanı da alıram, qırmızı qabda olanı da alıram. Yəni mənim üçün fərqi yoxdur. Mən Kent sodası içmirəm. Mən heç kimə məcbur etmirəm. Mən diyetolog, nutrisioloqam və təhsilimi Rusiyada almışam. Yəni müəlliməyəm, amma işləməmişəm müəllimə, amma diyetolog, nutrisioloq kimi Rusiyada işləyirəm. Və bilənlər bilir ki, ödənişli qruplarım var, orada içənlər çoxdur. Mən heç kimə məcbur etmirəm soda içməyi, heç kimə gətirib soda vermirəm evindəki için. İndi internet zamanəsidir, oxuyun, araşdırın, kitablar oxuyun. Mən gecəmi də, gündüzümü də qatıram, oxuyuram. Desəniz ki, Məryəm xanım, 20-25 il bundan qabaq internet mi var idi? Təbii ki, yox idi. O vaxtı ORT kanalı vardı Rusiyanın, birinci kanal, yəni Pervi kanal. Mən orada baxırdım, uşaqlığımdan mən Rusiyada olmuşam, tanıyanlar bilir. Orada verilişlər olurdu, sağlamlıq haqqında danışırdılar, professorlar ora dəvət edirlər. Ən çox da professor Neomuvakinə qulaq asırdım və professor Neomuvakinin saysız hesabsız kitablarını oxumuşam. Bu da rak, xərçəng xəstəliyi haqqında professor Neomuvakinin kitabıdır. Tanımayanlar üçün göstərim, kitabını da ala bilərsiniz. Məsələn, mən burada almadığım kitabları sayı hesabı yoxdur kitablarımın, rəflərim çoxdur hər bir otaqda. Yəni mənim birinci dostlarım kitablardır. Özdə hər bir professorların çalışmışam ki, ilk nüsxələrini alım kitablarını. Nəysə, çox uzun danışaram, amma ki, yer tutmayacaq videoda. Təkrar eləyirəm, kimə maraqlı deyilsə qulaq asmasın. Və mənim dəyərli izləyicilərim, deməli, professor Neomuvakini hətta onun üstündə türməyə də, yəni tutublar da, həbsxanaya da salıblar. Çünki o yeridib öz dediyini ki, bilim insanıdır. Akademiyanı qurtarmış professor, alim, Neomuvakin, yəni bu qədərmi insanları allada, bu qədərmi yalan danışa? Axı ona professor adı verilib. Professor adını mağazadan almaq qeyri-mümkündür. Yəni o ada layiq olmaq üçün minlərlə, milyonlarla ölümcül xəstəni ayağa qaldırmalısan ki, öz dediyinlə, özünün sposobundan, yəni öz dediyinlə, əməllərinlə ki, sənə professor adı verilsin. Yəni ki, professor Neomuvakini həbsə salmaqlarına baxmayaraq yenə də dediyini deyib və sayı hesab olmayan xərçəng xəstələrini müalicə edib. O cümlədən professor Oğlov, indi internet zamanəsidir, yazın, oxuyun. Mən kitab almıramsa onlayn, əgər hansısa kitabı tapmıramsa onlayn da oxuyuram. Az ondan yazıb, məsəl üçün pulunu ödəyib onlayn oxuya bilərsiniz. Deməyin ki, tapa bilmirik Məryəm xanım kitabı. Olsun professor Oğlov misal üçün durub insanların həyatı ilə oyun oynayası deyil ki, o da bir çox sayı hesab olmayan xərçəng xəstələrini sağaldır. Mən demirəm xərçəng xəstələri içsin. Mən demirəm xərçəng xəstələri sağalırsa o da içirsə. Mən demirəm metastasın qarşısı alınır. İndi mən danışandan sonra artıq 3 ildir ki, mən çıxdım, risk etdim, şir ürəyi yemisiniz, yazırsınız mənə ki, Məryəm xanım bunu dediniz. Göstərdim ki, prosto mən özüm sodanı içirəm, özdə dediyim kimi 20 ildir bir özüm yox, ailəli ilə bütün qohumlarım, tanışlarım, tanıdığım, bildiyim hamı içir. Həm də xeyrini tapır, yəni ziyan görən görməmişəm. Hələ ki, nə mədəm, nə bağırsağım, şükür olsun, maşallahlar olsun. Mədəm bağırsağım deşilməyib, bir neçə kistalarım əriyib sodaya görə. Soda nəyə görə içirəm mən? Mən nəyə görə içirəm onu deyim sizə, çünki sual verirsiniz. Qələvi mühit yaradır. Xərçəng hüceyrələri heç bir həkim deyə bilməz ki, Məryəm xanım yalan deyir. Heç bir onkoloq da bunu deyə bilməz. Bunun altından öz imzamı çəkə bilərəm. Çünki oxumuşam bütün professorların, bilim insanlarının leksiyalarına qulaq asıram. Xərçəng hüceyrələri, xərçəng bildiyimiz göbələkdir, yəni qribokdur və mutasiyaya uğrayır. Əgər immun sisteminiz düşürsə, əgər sağlam həyat tərzi sürmürsünüzsə, çox stres keçirdirsinizsə və bu da necə olur baş verir? Turş mühitdə baş verir.
Turş mühiti göbələk çox sevir. Ümumiyyətcə turş mühiti orqanizmimizdə turş mühit olanda qanımızda da hətta turş mühit olur və bu zaman bir çox xəstəliklər əmələ gəlir, kistalar əmələ gəlir. Bu mənim fantaziyalarım deyil. Bu professor Niyomavakinin, bu professor Oğlovun, baxın adları yadımdan çıxmasın deyə bura qoymuşam ki, qeyd edeyim, oxuyum. Doktor Mark Sirusun, yəni o da xərçə xəstələrini bundan müalicə edib. Kaltsova, yazsanız internetdə çıxar, sodanı sübuta yetirmişdir və doktor Tulio Simonçin. Hətta Tulio Simonçini işdən də çıxarırlar, həbsədə atırlar sodanın xərçəngi sağaltdığını dediyi üçün və qələvi mühitin orqanizmə çox xeyri olduğunu dediyi üçün, danışdığı üçün onu həbsə atırlar və buna baxmayaraq yenə də dediyini deyir, yəni 2015-ci ildə həbsə atırlar. Albaniyada isə klinikada işləyir, yenə də öz sposobu ilə xəstələri müalicə eləyir. Mənim əzizlərim, çox həkimləri saya bilərəm, istəyərəm ki, özünüz oxuyarsınız. Nişinin kitabı var, Nişinin kitabında da qələvi mühit haqqında danışır, yəni bilim insanıdır, dünya tanıyır. Niyomavakinin saysız hesabsız professorun kitablarını oxumuşam. Yəni bir həkimin adı bu qədər ad yazılarmı, bu qədər laureatlara, bu qədər mükafatlara layiq görülən bir insan insanların həyatından sizcə oyun oynayarmı? Və ən əsası gəldim, ən çox sevdiyim Sidhatra Mukherjee, hansı ki bu kitabı yazıb rak xəstəliyi haqqında. Yeganə kitabdır ki, dünyada Pulserevski mükafata layiq görülüb. Həkim özü də, bütün həkimlərin içində, dünyada həkimlərin içində ancaq o mükafata bu həkim layiq olub. O da qələvi mühit haqqında danışır. Ona görə deyirəm ki, heç kim deyə bilməz ki, Məryəm xanım bunları yalan deyir. O ki, qaldı soda içib içməməyinizə. Özünüz bilərsiniz, heç kim uşaq deyil, özünüz araşdırın. Mən danışandan sonra 2-3 il bundan qabaq danışdım. Risk elədim, danışdım çünki özüm xeyrini görmüşdüm. Dedim ki, yəni mən belə içirəm. Ondan sonra bir çox həkimlər çıxdı televiziya ekranında, TikTokda gördüm, danışdı ki, yarı-yarıya bölündülər. 50% həkimlərdən çıxdılar, danışdılar ki, bəli, mən çoxdan da içirəm və onun şərhlərini oxudum, gördüm, orta yaşlı həkimdir. Şərhlərdə yazırlar ki, bəs içirdin, sən niyə bunu xalqına demirdin? Niyə bunu, bir neçəsi yazmışdı ki, biz şəxsən sənin qəbulunda olmuşuq, doktor. Niyə bizə demirdin ki, qələvi mühit yaradır, xeyirdir orqanizmimiz üçün qələvi mühit, sodalı su iç, mən içirəm. Niyə Məryəm xanım deməyənə qədər demirdiniz? 50% isə hələ də bugünkü gündə də sodanı pisləyirlər. Soda deşir mədəni, soda nə bilim ziyandır falan. Feşmakan, özünüz bilərsiniz. Mənim əzizlərim, xərçə hüceyrələrini məhv etməsi ki, o qələvi mühitdə onlar arta bilmirlər. Yəni o göbələklər mutasiyaya uğrayır. Ümumiyyətcə hər bir insanın, hər birimizin orqanizmində gündə 300-ə qədər xərçə hüceyrəsi baş verir, amma immun sistemimiz güclüdürsə, qələvi mühit varsa orqanizmimizdə, sağlam həyat tərzi sürürüksə, immun sistemimiz özü onu gəzir, tapır, harda baş verirsə oradaca məhv eləyir. Yox, əgər turş mühitdirsə, turş mühitdə nədən əmələ gəlir sual verirsiniz. Turş mühit, bax, stres zamanı qanımızda və orqanizmimizdə turş mühit yaranır. Mənim əzizlərim, çox şirniyyat yeyəndə, mağazində atışdırmalıqlar yeyəndə, qızartma, bozartma yeyəndə, pis həyat tərzi sürəndə, içki içəndə, siqaret çəkəndə turş mühit yaranır və bir çox səbəbləri var. Bu turş mühiti də aradan götürmək üçün, yəni mən sodalı su içirəm, başqa şeylər də var. Bütün bildiyiniz yaşıllıqlar, qələvi mühit çaşdım, üzrü sayın. Qələvi mühiti yaratmaq üçün mən sodalı su içirəm. Bildiyiniz bütün yaşıllıqlar qələvi mühit yaradır, yəni yeyə bilərsiniz, sağlam həyat tərzi sürə bilərsiniz. Dediyim kimi, mən Kent sodası ömründə içməmişəm, sualınıza cavab. Adi sodalar içmişəm, özünüz bilərsiniz. Oxuyun, araşdırın. Məncə, əgər hansısa həkimə qulaq asırsınızsa, deyirsə ki, nə badə soda içəsiniz, badə nə badə deyirsə ki, içməyin. Demək ki, düz deyir, içməyin əzizlərim. Mən isə dediyim kimi tanıdığım, bildiyim, hörmət etdiyim, hansı ki işləri ilə, yazdıqları kitablarla həyata düşən, tarixə düşən professorların, bilim insanlarının, elm insanlarının, akademiklərin məsləhəti ilə içirəm. Heç kimə də demirəm, için və yaxud içməyin. Özünüz bilərsiniz. Mənim əzizlərim, necə içirəm? Bir də o sual gəlir. Mən hər səhər ac qarnına içirəm, şənbə bazarı da içirəm. Yarım çay qaşığı sodaya çox qaynar su tökürəm, fış eləməlidir. Bu mütləqdir. Və sonra üstünə soyuq əlavə eləyib, ilıq, isti şəkildə, qaynar yox, isti şəkildə səhər ac qarnına içirəm. Siz
özünüz bilərsiniz. Azca sirkə arada əlavə eləyirəm, təmiz sirkədirsə və yaxud azca limon əlavə eləyirəm. Ondan yarım saat sonra mən yenə də suyumu və yaxud nəyisə içirəm. Yəni sual vermisiniz, ona görə cavab verdim. Bir də onu deyim ki, mənim əzizlərim, hələ Məryəm xanımda nə xəzinələr var, nə sirlər var. Məni tanıyanlar canlı ensiklopediya deyirlər mənə və artıq bütün dünyaya səs salmışam. Mənim əzizlərim, əgər öz sağlığınızı, öz canınızı mütəxəssisə əmanət etmək istəyirsinizsə, hansı ki, nəyə görə mütəxəssis deyirəm? Mənim qrupuma gələnlər çox xanımlar və yaxud bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Bircə dəfə 20 manat ödəyirlər. Birincisi 1 ili 20 manatdır. Bu dünyada belə bir qrup yoxdur. Çünki bütün qruplarda hər ay ödənilir. Bütün qruplarda sizə nəsə satırlar. 90% qruplarda arıqlama çayı, arıqlama kofesi, arıqlama şokoladı. 90% qruplarda sizə qəbz olursunuzsa siyana çayı deyir, iç acılıq otu, nə bilim nə. Hansı ki bunlar dəhşət saçır. Elə turş mühit yaranır orqanizminizdə və bağırsaqlarınızda xərçəngə gətirib çıxardır. Altından imzamı çəkirəm. Hansı ki mənim qrupumda bunlar qadağandır. Su diyeti saxladırlar, immunitet aşağı düşür və o dediyim xərçəng hüceyrəsini immun sisteminiz tapa bilmir. Artıq xərçəngə tutulursunuz. Məndə bunlar qadağandır. Və qrupumda bilirsinizmi, mən Rusiyada almışam təhsilimi. Mən ona görə seçilirəm ki, mən qoymuram belə şeylər eləməyə. Mən xalqın gözünü açmışam artıq ki, belə şeylər olmaz. Özünüzə zülm eləməyin. Heç mənim qrupuma gəlməsəniz belə, bu şeylərə əl atmayın. Hələ başqa nəsirlər var mənim qruplarımda. Bütün gözəllik sirlərimi xanımlar həmən sizlərlə bölüşürəm. Varmı belə bir diyetolog ki, 20 manat ödəyəsiniz, həm arıqlayasınız, sizə heç nə satmadan, İlkə qarından azad olasınız, piylərdən, qaraciyər toksinlərindən azad olasınız. Amma sizi apteka göndərmirəm. Xolesterolunuz aşağı düşür, triqliseritləriniz aşağı düşür. Nəyə görə? Çünki sağlam həyat tərzi sürürsünüz. Evdə olan əlçatan menyularla, bahalı menyular da yazmıram. Əgər qaraciyər toksinlərdən azad olursa, xolesterolunuz aşağı düşürsə, bu artıq xoşbəxtlikdir. Statinsiz həyat yaşaya bilərsiniz, əgər istəsəniz öz əlinizdədir. Çünki qaraciyərimiz özünü bərpa eləmək gücünə malikdir. Düzdür, siniri yoxdur, xəstələnmə zərər almağını bildirə bilmir. Gec bilirsiniz, amma pis gündədirsə ciyəriniz özünü bərpa eləyə bilər. Yetər ki, siz bunu istəyəsiniz. Mənim əzizlərim, buyura bilərsiniz. Nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Dünyanın hər yerindən qrupumda xanımlar və bəylər var. Hamıya da səs salıblar. Çünki hamısının saçları gözəlləşir. Günü-günündən gözəlliklərinə gözəllik gəlir. Təngi nəfəs olmurlar. Plənkənlər rahat çıxıb düşə bilirlər. Çünki tam sağlam həyat tərzi mənim qrupumdakilərə deyirlər. Çünki heç bir dərmandan, kimyəvi qatqılı heç nələrdən istifadə eləmirlər. Mənim əzizlərim, buyura bilərsiniz. Nömrəni necə tələffüz edirəmsə, istər kənddən, istər şəhərdən, rayondan, xarici ölkələrdən, hardan yazırsınızsa yazın. Təbii ki, məsləhət bilirsinizsə. Dediyim kimi yazın. Heç bir özünüzdən ora 0, 55, 70, tiri, heç nə əlavə eləməyin. Necə eşidirsiniz? O cürə də yaddaşa salın. Üstə gələk. 7 901 288 26 94. Bütün sirləri Məryəm xanımla öyrənin. Sağlamlıq orduma qoşulun. Sağlam olmaq istəyirsinizsə. Və şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.